Efirdə Beynəlxalq Radiodur. Proqramımızın mədəniyyət səhifəsi. Biz bir bütövün hissələriyik. Yurt yeri böyük bir məfhumdur. Bizi yaşadan, məğrur edən, sevməyimiz üçün bir amal olan başlanğıcdır yurt yeri. Əzəlimiz, varlığımız və son dayanacağımız nöqtədir yurt yeri. Əzəldən ilk kövrək duyğularımız ona ünvanlanır, onu vəsf edir. Bir türk elimiz var, doğma Kərkük. Tarixi qədim, musiqisi bizə pünhan, bizə doğma Kərkük. Bayatıları nəğmələri ilə bir qədər də kövrəkləşən, qəlbimizə həsrət dolu yol açan, yanıqlı bir nidamızdır Kərkük. Hər dəfə qədim Kərkük nəğmələrini, bayatılarını dinləyərkən qəribə bir qüssənin acısını duyuruq. Bu həzin musiqilərin ruhunda sanki yüz illərdir saysız müharibələr, qan-qada görən, dəfələrlə yurtlarından uzaq düşmək məcburiyyətində qalan Kərküklərin taleyi var. Uzun illərdir Kərkük deyiləndə içimizdən bir Füzuli sızıltısı keçir. O ağrının acısını azaltmaq üçün ruhumuz o ellərə daha sıx tellərlə bağlanıb. Əslində, illər öncə yazıçı alim Qəzənfər Paşayevin yazdığı bir sıra əsərlər bizləri, Azərbaycan oxucusunu, Kərkük türkmanlarının tarixi, mədəniyyətləri və yaşadıkları vətən nisgilli söz sənəti ilə daha yaxından tanış edib. Qəzənfər müəllim Kərkük xatirələrindən danışarkən deyir. Mən biləndə ki, İraqda Azərbaycanlılar yaşayır. Rəsul Rıza onlardan gəlib uzaq elləri yaxud tövbələri adlı məqalə yazıb. Mən o məqaləni Axundovadan kitabxanada getdim, oxudum. Qaçdım nazirliyə, xahiş elədim ki, məni İraqa göndərin. Orada dilimizdən, mədəniyyəti, adət-ənənəsi, ədəbiyyatı bir olan, folkloru bir olan xalq yaşayır Azərbaycanlılar, Kərküklər. Mən ora getdim. 6 ildən sonra zəngin materialla qayıtdım. Evlərinin önü yonca, yonca qalxıb dam boyunca, boyu uzun, beli incə, ninnə yarım, ninnə, əsmər yarım, ninnə.
Hər kəsin əzbər bildiyi bu mahnının yaranma tarixini demək çətindir. Bircə onu deyə bilərik ki, onun yaşı həsrətimizin yaşı qədərdir. Mahnının ifaçılarından olan Sinan Səid Kərkük şəhərində doğulub. 1958-ci ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən müqavilə əsasında Bağdad Radiosundan Azərbaycana gəlib. O mahir diktor idi. Gözəl səsi vardı. O illərdə musiqi bilicilərinin məsləhəti ilə müğənni Nərminə Məmmədova ilə birgə bir sıra Kərkük mahnıları ifa edir. Bu iki yanıqlı səsin birgə ifaları ilə Kərkük həsrəti el-el, oba-oba dolaşır. Uzaq ellərdən bizə sarı bir Kərkük rüzgarı əsməkdədir. O həmişə kədər gətirmir. Əsən rüzgar bəzən iki qardaşı, iki doğmanı bir-birinə qovuşdurur. Kərküklü alim Mahir Naqib deyir. Biz Gazanfer Paşayev'i 70'li yıllardan tanırdık. Çocukluğumuz biz Azeri kültürüyle yetişmiştir. 1999 yılında Kerkük Vakfı'nı kurduğumuz zaman bütün üyeler bir araya geldi ve dedi ki nasıl öyle bir kitap yayınlayalım ki bütün Türk dünyasına duyuralım. Ve o tarihte karar verdik ki ilk kitabımız Gazanfer Paşayev'in Irak Türkmen folkloru olsun. Hem Irak'taki Türkmenlere hitap eder, hem Türkiye'deki Türklere hitap eder, hem de Azerbaycan ve Türk dünyasına hitap eder. Ve o kitap çok ciddi bir ses getirdi. Azərbaycan türkçəsinə oxşar dildə danışan türkmanlar İraqın şimal ərazilərində, Kərkük vilayətində yaşayırlar. Tarixçi Əbu Səidin yazdığına görə türkmanlar türklərin böyük bir nəslidir. Bu ərazilərin əsrlərcə hərb meydanına dönməsi türkman xalqının tarixində dərin izlər buraxıb. 1959-cu il Əbdülkərimin hakimiyyəti dövründə və 1991-ci il Altun körpüdə gerçəkləşən qətliam tarixin səhifəsinə qara bir ləkə kimi yazılır. Deyilənə görə kimlərin şəxsiyyət vəsiqəsində Kərkük yazılırdısa, qətlə yetirilirdi. Bir xalqın, bir elin acınacaqlı taleyi. Həqiqət bu idi. Əslində Kərkük nəğmələrindəki həzin bir niskilin mayası məhz bu tarixi hadisələrdən qaynaqlanır. Ulu öndər Heydər Əliyev vaxtilə İraq türkmənlərinin İstanbulda dərc olunan Qardaşlıq dərgisinə verdiyi müsahibəsində qeyd edirdi ki, biz bir bütövün hissələriyik. Həqiqət budur ki, İraq bizə hər zaman nə uzaq, nə də ki, İraq olub. Bugün Azərbaycanla İraq arasında əlaqələr daha da möhkəmlənir. 2024-cü il fevral ayından etibarən İraqın milli aviadaşıyıcısı Heydər Əliyev beynəlxalq aeroportuna daha bir istiqamətdə
müntəzəm reyslər yerinə yetirməyə başladı. Beləcə əlaqələr sıxlaşır. Sevindirici haldır ki, bugün Kərkük elinə gedənləri yola salıb, Kərkükdən gələnlərə qucaq açırıq. İndi Kərkükdən əsən rüzgar özü ilə vüsal gətirir. Çoxdan arzulanan və həsrətlə gözlənilən vüsal. Biz bir bütövün hissələriyik adlı verilişi dinlədiniz. Verilişin müəllifi Səadət Əhməd qızı, rejissoru Nailə Hüseynovadır.